Selamünaleyküm. Aleykümselam, gözəl qızım, necəsən? İyiyim, siz nasılsınız? Elhamdülillah, mən də yaxşıyam. Allah razı olsun. Görüşməyəli bayağı oldu. Evet, ne için geldiniz buraya? Bura gəldim, bizim gözəl balamız, canımız, Hasanımızın toyu, Hacəmal Akbulaq qardaşımızın əziz balası Akbulaq ailəsinin xoş gününə, şad gününə, Hasan bəyin toy gününə. Nerelere gidiyorsunuz peki başka? Hər yerə gedirəm, bir dənə göylərə getmirəm də. Dünyanın hər yerində demək olar gəzmişəm. Hər yana gəlirəm. Çocuklarınız var mı? Bəli, bəli, 2 dənə oğlum var. İsimleri ne peki? Seyid Səccad və Seyid Əli. Çok güzel isimleri var. Allah razı olsun. Sənin də həm ismin gözəldir, həm kəndin. Məsumə can. Teşekkür ederim. Gözəl. En son 3 yıl önce görüşmüştük. Şimdi bayağı geçen sene de görüşmüştük en son. Büyümüş müyüm? Çox böyümüsən, Məsumə, çox. 3 sənə öncə Belçikada. Doğru mu? Belçikada sən biraz lap xırda qız idin, balaca qız idin. Amma maşallah indi artıq biraz böyümüsən. O gün olsun belə lap böyüyəsən, böyük qızımız olasan. Səsin inşallah ucalardan gəlsin, yüksəklərdən. Ana da, Səlman qardaşım da, baba da səndən həmişə fəxr eləsinlər. Teşekkür ederim. Peki sizi küçük seven gençlere ne demek istersiniz? Tavsiyeniz var mı? Burada büyümək də biraz zordur, yəni İslami cəhətdən. Amma sizin kimi gözəl balalarımız var. Biz sizə baxanda sevinirik. Allah bütün burada yaşayan övladlarımızı Əhl-i Beyt eşqində böyütsün. Onlar Əhl-i Beytə burada böyük xidmətlər eləsinlər. Toylarını da Allah istəyən kimi Əhl-i Beytin adı ilə bəzəsinlər. Ömürləri də inşallah daim Əhl-i Beytin qapısında xidmətdə keçsin. Allah qorusun hər şey. İnşallah. Avrupa'da en sevdiğiniz şeyler nedir? Yəni Almanya mən çox sevirəm. Hətta dostlarıma da demişəm ki, əgər yaşım 18-20 olsaydı yaşamaq üçün bura gələrdim. Burada yaşayardım Almaniyada. Buranın çünki yaşıllığı çoxdur. Havası çox gözəldir, təmizdir havası. Və burada insanların mədəniyyəti, insanların davranışı, qanunlar, hər şey, yəni mən çox xoşuma gəlir. Ən birinci də hava. Burada biz indi bugün gəlmişik. O qədər fərqi hiss edirik ki, təmiz havanı, gözəlliyi, yaşıllığı o qədər zövq alırıq. Yəni siz bizim qədər bunu hiss eləyə bilmərsiniz. Çünki siz burada alışmısınız, amma biz gəldik, bunu artıq həmən an hiss elədik. Azerbaycan'ı bize anlatabilir misiniz? Azərbaycan anlatmaqla olmur ki, gərək gəlib görəsiniz. Gəlib görəsiniz ki, necə gözəldir bizim Azərbaycanımız, vətənimiz, Bakımız, torpağımız, Qarabağımız o qədər gözəldir ki, möhtəşəmdir. Həm insanlarımız gözəldir, həm vətənimiz gözəldir. Allah bütün gözəllikləri verib bizim ölkəmizə həqiqətən. Əhl-i Beyt diyarıdır Azərbaycan. Əhl-i Beyt diyarı bizim insanlarımız İmam Hüseynin eşqi ilə, məhəbbəti ilə həqiqətən yaşayır. Məhərrəm ayında gəlsəz bunu görəcəksiniz. İnşallah bir gün siz gələrsiniz Bakıya, mən sizə qulluq eləyərəm, mənim qonağım olarsınız. İnşallah. Sizi seviyoruz, hep Avrupa'ya gelmenizi isteriz. Mən də sizi çox sevirəm, inşallah. Bura həmişə xoş günlərə gələrik. O gün olsun inşallah. Seyid əmi sənin də toyuna gəlsin. Teşekkür ederim. Allah'a emanet. Sağ ol.